Hər kəsə salam, kanalıma xoş gəldiniz. Abituriyent jurnalının 9-cu siniflər üçün xüsusi buraxılışında qeyd olunmuş tapşırıq nümunələrinin ətraflı izahına birlikdə baxacağıq. İzaha keçmədən öncə qeyd edim ki, 8, 9, 10 və 11-ci siniflərlə buraxılış imtahanlarına hazırlıq qruplarımız davam edir. Eyni zamanda 9-cu siniflər üçün çox önəmli olan sınaq qrupumuza qeydiyyat da davam edir. Ətraflı məlumat almaq və yaxud da qoşulmaq üçün WhatsApp nömrəmizə yaza bilərsiniz. İlk olaraqdan dinləməklə başlamaq istəyirəm. Dinləmə mətninin tərcüməsini ekranda 5 saniyəlik paylaşacağım. Videonu dayandıraraqdan detallı formada baxa bilərsiniz. Birinci sualımızda soruşulur. Mətn əsasən nədən bəhs edir? Doğru cavabımız C variantı. Qidaları qoruma yollarından danışılır. Mətn həm qədim insanların qidanı necə saxlamasından, həm də müasir dövrdə soyuducuların üstünlük və mənfi cəhətlərindən danışır. Yəni, burada əsas mövzumuz qidaların saxlanma üsullarıdır. İkincidə, mətnə görə düzgün cavabı seçin. Soyuducuları kasıb ölkələrdə əlçatan etməyə səbəblər hansılardır? Doğru cavabımız D variantı. Soyuducular çox bahadır. Bir də üçüncünü doğru cavab kimi götürürük. Soyuducular çox enerji sərf edir, ona görə də elektrik xərci yüksəkdir. Mətnin sonunda da bu qeyd olunmuşdur. Üçüncü testimizdə cümləni mətnə uyğun şəkildə tamamlayın. Düzgün cavabımız A variantı. Qeyd olunur ki, qidaları saxlamaq üçün bəzi insanlar torpağın altında otaqlar tikirdi. Yer kürəsinin temperaturundan istifadə edən doğru cavab kimi götürülməlidir. Yəni, torpağın təbii sərinliyindən istifadə olunurdu. Dördüncüdə cümlələrin doğru və ya yanlış olduğunu müəyyən etməliyik. Birinci, qədim insanlar əti duzlayırdılar və bu bakteriyaların sayını artırırdı. Bu yanlışdır. Mətn deyir ki, duzlama bakteriyaların çoxalmasını çətinləşdirirdi, artırmırdı. İkinci, varlı insanlar qidanı soyuq saxlamaq üçün buzxanalardan istifadə edirdilər. Bu doğrudur. Üçüncü, qədim insanlar qidanın xarab olmaması üçün onu günəş altında qurudurdular. Bu da doğrudur. Dördüncü, hətta çirkli soyuducularda belə təhlükəli bakteriyalar olmuş. Bu isə yanlışdır. Mətnin son hissəsində də qeyd olunur ki, çirkli soyuducuların içərisində təhlükəli bakteriyalar vardır. İndi isə kiçik mətnlərimizə keçid edək. Birinci növbədə mətnimizi tərcümə etmək istəyirəm. Biz tələbələri, müəllimləri və ailələri Bright Minds Learning Center-in rəsmi açılışına dəvət etməkdən məmnunuq. Açılış 10 noyabr bazar günü baş tutacaq. Bu müasir təhsil klubu elm, dillər və rəqəmsal savadlılıq üzrə inkişaf etmiş kurslar təklif edir. Qonaqlar mərkəzin yüksək texnologiyalı sinif otaqlarını gəzəcək, peşəkar müəllimlərlə tanış olacaq və maraqlı akademik proqramlar haqqında məlumat alacaqlar. Tədbir zamanı içkilər və yeməklər təqdim olunacaq. Həmçinin qeydiyyat üçün endirimlər mövcud olacaq. A variantı valideynlərə mobil tətbiqlər öyrədiləcək, mətndə mobil tətbiqlərdən söhbət getmir. B variantı bazar günü məktəblər arası idman yarışı keçiriləcək. Mətndə heç bir idman tədbiri qeyd olunmayıb. C variantı şagirdlər ictimai imtahanlardan qeydiyyatdan keçə biləcək. İmtahan yox, təhsil mərkəzinə qeydiyyatdan danışılır. D variantı sağlamlıq və təhlükəsizlik seminarı keçiriləcək. Belə bir seminar haqqında məlumat yox idi. Doğru cavabımız E variantı. Yeni təhsil mərkəzinin açılışı həftə sonu qeyd olunacaq. Həqiqətən də burada həftə sonu olduğu qeyd olunub. 6-cı sualımızın tərcüməsinə baxaq. Teach Vision 2026 Expo illik sərgisinə 4 oktyabr şənbə günü Şəhər Konqres Mərkəzində qoşulun. Süni intellekt, ağıllı şəhərlər, kosmik texnologiyalar və geyilə bilən cihazlar sayəsində inqilabi yenilikləri kəşf edin. Bu tədbir aparıcı alimləri, mühəndisləri və tələbələri texnologiyanın gələcəyini formalaşdırmaq üçün bir araya gətirir. İnteraktiv seminarlar və texnoloji cihazları bazara çıxmamışdan əvvəl sınaqdan keçirmək fürsətini qaçırmayın. A variantı illik sərgi qışda keçiriləcək, yanlışdır, oktyabr payızdır. B variantı 4 oktyabrda interaktiv seminarlar ləğv edilib. Əksinə, seminarlar təklif olunub, ləğv olunmayıb. C variantı yeni texnologiya sərgisi keçiriləcək, bu doğrudur. Sərgi texnologiya sərgisidir və eyni zamanda yeni texnologiyalar göstərilir. D variantı tələbələr kosmos məzunu yay düşərgəsinə dəvət olunub. Burada düşərgədən danışılmır. E variantı sərgi yalnız alimlər üçündür. Xeyr, yalnız alimlər üçün deyil. Eyni zamanda tələbələr də iştirak edə bilər. 7-ci sualımızın tərcüməsinə baxaq. Fevral ayı üçün planlaşdırılan xizək səfəri üçün hələ də yerlər mövcuddur.
Lakin bütün qeydiyyat formaları 31 yanvar tarixinə qədər təqdim edilməlidir. Forma ilə birlikdə tələbə biletinin sürəti əlavə olunmalıdır. Əks halda qəbul edilməyəcək. Lazımi sənədləri vaxtında təqdim etməyən tələbələr səfərə qatıla bilməyəcək. A variantı yanlışdır. Bütün tələbələr xüsusiyyət səfərinə şəxsiyyət vəsiqəsini aparmalıdır. Söhbət səfər aparmaqdan yox, qeydiyyat zamanı sürət verməkdən gedir. B variantı doğrudur. Tələbələr fevraldan əvvəl müraciət etməlidir. Səfər fevraldadır, qeydiyyat isə 31 yanvara qədər olacaq. C variantı yanlışdır. İndi artıq sifariş etmək gecdir, lakin orada qeyd olunub ki, places are still available, yəni yerlər hələ də var. D variantı yanlışdır. Bütün yerlər dolub, bütün yerlər dolmayıb, əksinə hələ də müraciət mövcuddur. Tələbə bileti olmayanlar da gedə bilər, lakin qeyd olunub ki, tələbə biletinin sürəti mütləqdir. Böyük mətnimizin tərcüməsini ekranda 5 saniyəlik paylaşacağım. Videonu dayandıraraqdan detallı formada baxa bilərsiniz. 8-ci sualımızda soruşulur. Mətn əsasən nədən bəhs edir? Doğru cavabımız A variantı. Məşhur Avstraliyalı rəssam. Mətn Avstraliyalı rəssamın həyatı, sənət yolu, üslubu və məşhur əsərləri haqqında ümumi məlumat verir. Buna görə əsas mövzu da məhz bu rəssamdır. 9-cu sualımızda mətnə görə hansı fikir yanlışdır? Doğru cavabımız Y variantı. Y variantında bildirilir ki, Klimt əsərlərində qızıl və detallı dizaynlardan istifadə etmirdi. Lakin mətndə isə bildirilir ki, qızıl rənglərdən və detallı bəzəklərdən çox istifadə edirdi. 10-cu sualımızda Klimtin sənətini digər rəssamlardan fərqləndirən nədir? Doğru cavabımız 2 və 3. 2 də onun orijinallığı və dərin duyğuları, 3-də isə parlaq rənglər, qızıl və rəngli fərqli dizaynlar. Doğru cavabımız B variantı. 11-ci sualımızda cümləni tamamlayın. Doğru cavabımız B variantı. Simvollar və bəzəklərlə zəngin özünə məxsus üsluba malik idi. Mətndə Avstraliyalı rəssamın öz üslubunu yaratdığını, əsərlərində simvol və dekorativ elementlərdən istifadə etdiyini qeyd edirik. A variantı 21-ci əsrdə olduğu qeyd olunur, lakin 21-ci əsr deyil, çünki 1862-1918-ci illərdən söhbət gedir. Yəni 19 və 20-ci əsrlərdən danışılır. C variantı yanlışdır, məktəbi tərk etməsi deyilməyib. D variantı yanlışdır, təbiətdən ilham var, amma əsas fərqləndirici cəhəti bu deyil idi. Y variantı da yanlışdır. Ənənəvi qaydalara həmişə əməl etmirdi. 12-ci testimizdə doğru olan variantlar istənilir. Doğru cavabımız 1 və 4-dür. Birincidə bildirilir ki, qadın portretləri gözəlliyi və zərifliyi ilə məşhurdur. İkinci yanlışdır, arxa fonlar sadə deyil, rəngli və yaradıcı idi. Üçüncüdə bildirilir ki, Bizans sənəti onu ruhdan salıb, lakin ruhdan salmayıb, əksinə onu ruhlandırıb. Dördüncü isə doğrudur. Təbiətə və insanlara olan dəyəri əsərlərində də əks olunur. Qrammatik testlərimizə keçid edək. 13-cü sualımızda cümləmiz sual cümləsidir. Sual cümləsi olduğuna görə sam istifadə oluna bilməz. Eyni zamanda enidən sonra isim gəlməli idi, tək istifadə oluna bilmir. Doğru cavabımız 1, 3 və 4. Birinci hamınız, üçüncü kimsə, dördüncü isə hər kəs. Qəzanı gördümü? 14-cüdə decide feilindən sonra tuğlu məsdər gəlməlidir. Keepdən sonra isə ing-li feilimiz gəlməlidir. Doğru cavabımız B variantı. 15-ci testimizdə mürəkkəb isimlər cərgəsi soruşulur. Doğru cavabımız A variantı. Flatbread, sheepdog, seaweed. Yastı çörək, çoban eti, dəniz yosunu. Hər bir söz, iki sözün birləşməsi ilə yaranan mürəkkəb isimlərdir. 16-cı sualımız məktubda xəbər uzlaşmasıdır. Both varsa əgər xəbərimiz cəmdədir. Doğru cavabımız C variantı. 17-ci sualımızda zaman uzlaşmasına nəzər yetirək. Keçmiş zaman, gələcək zaman ola bilməz. Yenə indiki, keçmiş, gələcək, keçmiş, keçmiş bitmiş, indiki bitmiş ola bilməz. Doğru cavabım C variantıdır. Keçmişdə baş verən hadisələr qeyd olunub. Sakit bir gecə idi. Addımlarımız eşitdiyimiz yeganə səs idi. 18-ci sualımızda kəmiyyət göstəricilərlə bağlı bir sualımızdır. İkinci boşluğumuz sağ tərəfində sayılmayan isim verilib. Yoldan sonra isim gələ bilməz və eyni zamanda da tərcüməyə diqqət yetirək. Hamımız xeyli susamışdıq, amma butulkada az su qalmışdı. Burada bat bağlayıcısı ziddiyyət bildirir. Hamımız susamışıq, amma butulkada az su qalıb. Bu səbəbdən də 2 yanlışdır.
Ziddiyyət olması üçün az su qalmalıdır. Doğru cavabımız Y variantı. 19-cu sualımızda verilmiş cümləni passive voice-a çevirmək tələb olunur. Passive voice-a çevirərkən ilkin olaraqdan zamana baxmaq lazımdır. Nəzər yetirsək, bütün variantlardakı zamanlar doğrudur. İkinci növbədə isə cümləmizin tamamlığını tapmaq tələb olunur. Cümləmizin mübtədası atılmalıdır. 4 ümumiyyətlə mübtəda qabaqda verildiyi üçün səhvdir. Və cümlədə mübtəda yalnız bir halda verilə bilər ki, onun qarşısında by olsun. Bu səbəbdən də 2 də yanlışdır. To yox, by verilməli idi. Birinci cümlədə olduğu kimi. Doğru cavabımız 1 və 3 B variantı. Birinci dəfəsində you tamamlığı cümlənin əvvəlində verilib, ikinci dəfəsində isə your examination results ikinci tamamlığım cümlənin əvvəlində verilib. 20-ci sualımızda düzgün sözcüklərinin tapılması tələb olunur. John uzun müddətli məşqlərdən sonra gölün dərinliyinə dala bildi. Gölün dərinliyinə istiqamət bildirir, into yazılmalıdır. İkincidə isə artıq zaman bildirdiyinə görə after yazılmalıdır. Doğru cavabımız A variantı. 21-ci sualımız proqrama yeni əlavə olunan bir qaydamızla bağlıdır. Qeyd edim ki, bu qaydamızın detallı formada kanalımda izahı verilmişdir. İzah videosuna keçmək üçün yuxarıda çıxan işarəyə basa bilərsiniz. Qısaca qeyd edim ki, əgər zaman göstəricisi varsa, bu zaman to be due to olmalıdır. Burada saat 6 yeni zaman göstəricisi var. Bu səbəbdən də mənim yazmalı olduğum to be due to'dur. Və yaxud da digər variantlara baxıb da bu testimizi həll edə bilərik. Can'dən sonra to gələ bilməz, may'dən sonra to gələ bilməz. Have to qrammatik cəhətdən uyğun gəlsə də train sözü təkdədir, has to olmalıydı. Is about'dan sonra da ümumiyyətlə to gəlməli idi. 22-ci sualımız tərcüməyə əsaslanır. Doğru cavabımız Y variantı. İmtahandan əvvəl yaxşı hazırlıq çox vacibdir. 23-cü sualımızda altından xətt çəkilmiş sözün yaxın mənası soruşulur. Decrease sözünün mənası azaltmaq deməkdir. Reduce azaltmaq, increase artırmaq, cut down azaltmaq, raise qaldırmaq, lower azaltmaq deməkdir. Beləliklə doğru cavabımız D variantı. 24-cü sualımızda verilmiş sözlərin müvafiq olaraqdan definition'un tapılması tələb olunur. To put something off təxirə salmaq deməkdir. 1. B olacaq. Nə isə daha sonraki vaxta saxlamaq. To provide təmin etmək deməkdir. Yəni, C variantı kiməsə nəsə vermək, təmin etmək. To cope with çətinliyin öhdəsindən gəlmək deməkdir. Yəni, doğru cavabımız A variantı. Çətin vəziyyətin öhdəsindən gəlmək. Beləliklə, yekunda doğru cavabımız B variantı. 25-ci sualımızda əks mənalı sözlər istənilir. Doğru cavabımız 1 və 4-dür. Birinci, ayıq və yuxulu deməkdir. İkinci, yaxın mənalıdır, dürüst deməkdir. Üçüncü, yenə də yaxın mənalı deməkdir. Hazırda, hal-hazırda kimi tərcümə olunur. Dördüncü, yadda qalan, unutulan, yenə əks mənalıdır. Beşinci isə yaxın mənalıdır, möhtəşəm deməkdir. Videonu bəyəndinizsə, bəyən butonuna basmağı, kanala abunə olaraqdan şərh yazmağı unutmayın.